vaxtınız xeyirli olsun dəyərli tamaşaçılar. Bugün bir daha xoş gördük sizləri sağlıqla da. Bu buraxılışımızın mövzusu demək olar ki, hamınızın marağına səbəb olacaq. Nevrozlar və nevrotik hallar haqqında danışacağıq. Həmçinin irsi sinir əzələ xəstəlikləri haqqında da bu gün danışacağıq və qonağımız Modern Hospital klinikasının nevropatoloqu Elçin Piriyevdir. Elçin bəy, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Çox aktual bir mövzuya toxunmuşuq. Bugün nevrozlar haqqında danışacağıq. Ümumiyyətlə, biraz giriş verərdiniz, nevrozlar ümumiyyətlə nə deməkdir, hansı formaları var? Demək, nevrozlar sinir sisteminin funksional bir xəstəliyidir. Yəni, funksional xəstəlik o deməkdir ki, yəni istər mərkəzi sinir sistemində, istər periferik sinir sistemində hansısa bir orqanik dəyişiklik, yəni zədələnmə və yaxud da digər hansısa bir patologiya qeyd olunmur. Sadəcə olaraq, funksional olaraq insanlarda əsəbilik, gərginlik, qorxu, həyəcan, yuxusuzluq və sair, yəni stres halları qeyd olunur. Demək, nevrozların yaranma səbəblərinə toxundunuz. Hal-hazırda nevrozlar, özünüz də qeyd etdiniz, çox geniş yayılmışdır. Yəni, bunun əsas səbəbi insanın gün ərzində həddindən artıq çox miqdarlı insanların, xüsusilə indiki dövrümüzdə stres yükü ilə yüklənmələridir. Stres yükü dedikdə nə nəzərdə tutulur? İnsanların həm fiziki, həm zehni işlə məşğul olan insanların qadir olduqlarından artıq miqdarda yüklənirlər hazırki dövrümüzdə və bununla bağlı olaraq da stres yükü artır. Misal üçün, ailədə baş verən hansısa bir münaqişələrdir, hansısa bir problemlərdir, işdə baş verən hansısa bir münaqişələr, problemlər və s. bunlar hamısını stres yükünü artırır və son nəticədə də emosional, zəif tipli insanlarda nevroz xəstəliyinin və nevrotik halların yaranmasına gətirib çıxardır. Nevrozların formalarını dediniz, bunların bir neçə forması var. Misal üçün, mən istərdim birinci asteniya, yəni nevrasteniya nevrozundan danışım. Asteniya sözünün mənası üzgünlük deməkdir. Yəni, nevrasteniya xəstəliyi olan insanlar adətən halsızlıqdan, yorğunluqdan, üzgünlükdən əziyyət çəkirlər. Yəni, ilkin olaraq xəstəlik belə başlayır. Onlar adi bir işin öhdəsindən belə gələ bilmirlər. 10 dəqiqə, 15 dəqiqə öz işləri ilə məşğul olduqları, gündəlik məşğul olduqları işlə tez yorulurlar. Və yorğunluqdan sonra da yəni sinir sistemində oyanıqlıq əlamətləri baş verir. İstər iş yoldaşları, istər evdəkilər adi bir söz dedikdə belə onlarda bir növ sinir sistemində partlayış baş verir, onları acılayırlar, mübahisə edirlər, hətta dava həddinə gəlib çıxa bilir. Belə xəstələrdə yuxu pozğunluqları olur, yəni yuxuya getmə çətinləşir və yuxuya getdikdən sonra tez-tez yuxudan ayılırlar, demək, pis yuxular görürlər, qorxulu yuxular görürlər. Demək, bundan sonra xəstəlik müalicə olunmarsa və spesifik müalicə tədbirləri görülməsə, get-gedə dərinləşir və depressiv hallara da gətirib çıxarıla bilir. Bundan başqa qeyd etdiyiniz səbəblərini əsas, bir də genetik meyillik burada nə dərəcədə rol oynayır? Demək, genetik meyilliyin də böyük rolu vardır. Fikir verir ki, valideynlərində və yaxud da bacı qardaşında nevrotik hallara meyilli olan insanlarda demək, nevroz halları daha tez təsadüf olunur. Bundan əlavə, ailənin sosial və psixoloji durumunun özünün də böyük əhəmiyyəti vardır. Yəni, ailədə problemi çox olan ailələrdə bu hallar da daha tez təsadüf olunur. Və xüsusilə də gənc ailələrdə, yeni ailə qurmuş ailələrdə, ailə münaqişəsi zəminində və s. zəminlərdə, yəni bu hallar, nevrotik hallar baş verə bilir. Və bir də təbii ki, uşaqlıq dövründə keçirilmiş nasıl bir... Təbii ki, yəni uşaqların nevrozu da, yəni belə bir xəstəliklər də var. Yəni adətən bu uşaqlıq dövründən başlayır. Sadəcə olaraq valideynlər, müəllimlər buna fikir vermirlər. Yəni uşaqlar həm də öz, belə deyək də, hisslərini bir o qədər də dərindən biruzə vermədikləri üçün valideynlər və böyüklər bir o qədər də bunu dərk eləyə bilmirlər. Uşaqların nevrozuna da çox geniş, artıq çox tez-tez rast gəlinir, əvvəlki nəzərdə olaraq. Tez-tez rast gəlinir. Yəni, müəyyən dövrdən sonra bu artıq özünü ciddi şəkildə göstərməyə başlayır. Amma yaxşı olardı ki, elə uşaq yaşlarından, nevroz başlayan zamandan, yəni bunun üstünə düşürsün. Yəni, hansı əlamətlərlə? Demək, uşaq nevrozları həddindən artıq çox ağlama, tez əsəbləşmə, valideynlərin üzünə qayıtma, misal üçün, məktəb nevrozları var. Yəni, bu fobik nevrozların bir hissəsidir. Misal üçün, uşaqlar çıxıb dərs danışa bilmirlər, qorxudan, həyəcandan. Bunun üzündən məktəbə getmək istəmirlər, müəyyən depressiyalar yaranır, belə deyək də, tam həyatdan küskünlük kimi hallar meydana çıxa bilir. Yəni, bütün bunlara diqqət yetirməlidirlər? Bütün bunlara diqqət yetirilməlidir və vaxtında həkimə müraciət olunmalıdır, xüsusilə də nevroloqlara və ya da psixiatrlara
və bunun spesifik müalicəsi aparılmalı. Yəni uşaqlarda vaxtında müraciət eləməsələr, bunun fəsadları nə ola bilər? Fəsadları nevrotik tip inkişaf eləyəcək. Gələcəkdə də onların həm iş fəaliyyətində, həm ailə fəaliyyətində onlara ciddi problemlər yaradacaq. Və yaxşı olar ki, yəni bu xarakter formalaşmamış, nevrotik xarakter formalaşmamış, onu elə yerindəcə o xarakteri söndürsünlər və normal xarakterin formalaşmasına kömək eləsinlər. Yəni uşağın beyni belədir ki, bir növ ağ kağızdır, o getdikcə yazılır və onun xarakteri də müəyyən illərdən, yetkinlik dövründən sonra daha kamil bir formaya gəlib çıxır. Belə. Demək, astenik nevrozlarda onu qeyd etmək istəyərdim ki, belə xəstələrdə bayaq saydığım o yorğunluq, halsızlıqdan əlavə qeyd elədik, yəni affektiv, yəni oyanıqlıq əlamətləri olur və bundan sonraki etapda isə demək, xəstələrdə daxili orqanlarda da dəyişikliklər baş verir. Necə dəyişikliklər? Yəni funksional dəyişikliklər. Onlar adətən ürəkdə ağrılardan, sancılardan şikayət edirlər, təngənəfəslikdən, bir balaca hərəkət edən kimi boğulma tutmalarından, onlara elə gəlir ki, boğazlarında nəsə qalıb, nəfəs ala bilmirlər, düyün var boğazlarında və müxtəlif həkimlərə müraciət edirlər, terapevtlərə və digər sahənin mütəxəssislərinə, lakin yoxlanıldıqdan sonra aşkar olunur ki, bunların nə ürəklərində, nə böyrəkdə, nə digər orqanlarda heç bir patologiya yoxdur. Bəzi xəstələrdə, misal üçün, bağırsaq problemləri meydana çıxır, bağırsaqlarda ağrı, sancı, ishal, yəni qarın işləmələr. Bu hansı mexanizmlə onu sadə dildə izah edərsiniz? Yəni, buna deyirlər vegetativ nevroz. Yəni, bilirsiniz ki, sinir sisteminin vegetativ hissəsi var ki, o bizim daxili orqanlarımızı və vəzlərimizi tənzimləyir. Nevrotik hallar zamanı, yəni vegetativ sinir sisteminin funksiyası, tənzimlənməsi pozulduğu üçün yəni bu hallar baş verir. Yəni sinir sistemi, mərkəzi sinir sistemi vegetativ sinir sistemini normal tənzimləyə bilmir. Və bu saydığım bu hallar ki var, ürəkdə, tənəffüs sistemində, bağırsaqlarda olan bu patoloji hallar sırf daimi olmur. Xəstələr əsəbləşən zaman, gərgin olan zaman, qorxu həyəcan keçirən zaman müşahidə olunur. Və demək, astenik nevrozlarda, xüsusilə indiki dövrümüzdə gənclərdə rast gəlinən cinsi zəifliyi də qeyd etmək istərdim. Yəni, asteniyanın müəyyən mərhələsindən sonra cinsi zəiflik də meydana çıxır və xüsusilə də gənclərdə bu onların depressiv nevrozun inkişafına səbəb olur. Depressiv nevroz, yəni bu əlamətlər də cinsi zəiflik yarandıqdan sonra depressiv nevroz xəstələri üstələyir və bunun nəticəsində xəstələr bütün işlərini, güclərini atırlar, ancaq bu həyat onlar üçün mənasız görünür və bəzi xəstələr də var ki, hətta ölmək haqqında düşünürlər. Yəni, bu hallar baş verməmişdən qabaq, yaxşı olar ki, bayaq dediyim kimi həkimə müraciət olunsun və spesifik müalicə alınsın. İstərdim sarışan hallar nevrozundan da danışım. Sarışan hallar nevrozu adından da görünür ki, sarımaq sözündən götürülmüşdür. Yəni, bu sarımaq nədir? Hərəkətlərin, fikirlərin, şübhələrin sarınması. Yəni, sarınma dedikdə nəyə nəzərdə tutalım? Hərəkətlər dedikdə belə xəstələr hansısa bir hərəkəti dəfələrlə təkrar edirlər. Niyə görə edirlər? Onlara elə gəlir ki, bir hərəkəti 15 dəfə, 20 dəfə etməsələr, onlara bir uğursuzluq gətirə bilər. Və yaxud da ki, heç uğursuzluq yox, bəziləri də düşünürlər ki, yəni qəlblərində bir rahatlıq tapmaq üçün bir hərəkəti, misal üçün, əllərini divara 10 dəfə vurmalıdırlar. Qayıdırlar 10 dəqiqədən sonra bir də və yaxud da ki, 5 dəqiqədən sonra bir də. Saatlarla baxırsan ki, belə xəstələr həmin o hərəkətin üstündə qalırlar, ayrıla bilmirlər. Bu da onların həyatlarında çox ciddi problemlər yaradır. Misal üçün, əşyaları saymağa meyl edirlər, binaların pəncərələrini, maşınları, onların nömrələrini yadda saxlamağa çalışırlar. Yəni, bu sarışan hallar nevrozunun bir növüdür, bir əlamətləridir. Sarışan şübhələr dedikdə nəyə nəzərdə tuturuq? Xəstələr daim fikirləşirlər ki, evdən çıxanda qazı bağlamadı, ışığı söndürmədi, suyu bağlamadı, qapını bağlamadı. Dəfələrlə gəlib bunu yoxlayırlar. Misal üçün, bina evində yaşayan adamlar qalxırlar, bir də neçənci mərtəbəyə düşürlər, bir də yoxlayırlar. Haradasa bir 5-10 dəfə qalxandan sonra ürəkləri sakitləşir, işlərinə və yaxud da ki, dərslərinə gedirlər. Bundan əlavə, misal üçün, xəstələr yatırlar, fikirləşirlər ki, qazı bağlamadı. Bir 10 dəfə, 20 dəfə durur, qaza baxır, baxıb indi, təzə baxıb, üstündən 20 saniyə keçmir. Təzdən bir də, təzdən bir də. Yəni, bir növ sakitlik tapa bilmirlər. Çox zaman bunları insanlar normal qəbul edirlər. Yox, bu normal hal deyil. Yəni, ola bilər, indi 2 dəfə yoxlaya bilərsən, amma daha 10 dəfə, 15 dəfə yoxlayırsansa, bu sarışan halların, yəni sarışan şübhələr demək. Bundan əlavə, sarışan fikirlər var ki, bu xəstələr beyinlərində hansısa bir cümləni tutub, 100 dəfə onu təkrarlayırlar. Təzdən bir də üstündən 10 dəqiqə keçməmiş deyirlər, 100 dəfə bir də təkrarlamalıyam bu cümləni, yoxsa mənə uğursuzluq gətirər və yaxud da bu mənə uğur gətirəcək filan və yaxud da özlərindən asılı olmayaraq, heç uğur məsələsini qoyaq qırağa başqa. Yəni, hər şəxsdə, hər fərdə bu bir başqa cür xarakter, yəni ritual daşıyır. Bu rituallardır.
Bundan əlavə sarışan hallar nevrozunda yəni bir növ qorxular da olur. Onlar çirklənməkdən qorxurlar. Belə xəstələr əllərini bəlkə də bir 30 dəfə, 40 dəfə yuyurlar, yenə də sakitləşmirlər. Elə bilirlər ki, onların hansısa bir əllərində infeksiya var, bunlar hansısa bir xəstəlik düşəcək. Hətta yuduqdan belə, təkrarən yuduqdan belə əllərini dezinfeksiya edici maddələrlə, spirtlə və digər hansı maddəni tanıyırlarsa, onlarla dezinfeksiya edirlər, üzvlərini dezinfeksiya edirlər. Hansı ki, buna heç bir ehtiyac yoxdur. Misal üçün, gəzərkən onlara kimsə toxunarsa tez paltarlarını dəyişirlər, atırlar yuyulmağa. Hamamda yuyunarkən saatlarla yuyunurlar. Hətta elə səviyyə gəlib çıxır ki, onların dərilərində quruma, eroziyalar baş verə bilir. Yəni, bu mən saydıqlarımız vaxtımız az olduğu üçün onların bir hissələridir. Yəni, bu hərəkətlərdir, sarışan hərəkətlər. Misal üçün, elə sarışan halları nevrozu olan insan var ki, əlləri göydə gəzir və yaxud da çiyinləri büzüşmüş vəziyyətdə gəzir. İctimai nəqliyyatdan istifadə eləmək istəmir. Avtobusdur, metrodur, bunlara binanda qorxur ki, kimsə onlara toxunar, xəstəlik keçər və s. və ilaxıra. Demək, digər nevroz barəsində danışmaq istəyirəm, isterik nevrozlar. Bu, əsasən qadınlar arasında daha çox yayılmışdır. Bu da onların bir növ bəzilərinin, yəni isterik xasiyyət tipləri var, ona meyilliyi ilə əlaqədardır. İsterik nevrozlar deyəndə çox adamın fikrinə xəstənin huşunu itirməsi, qıc olmalar yada düşür. Bəli, ən əsas variantlarından biri, çox rast gələn variantlarından biri budur. Demək, xəstələrdə, xüsusilə qadınlarda huşlarını itirirlər, qıc olmalar olur, müxtəlif çığırma, bağırma, müxtəlif səslər çıxardırlar. Amma əslində bu qıc olmalar həqiqi epilepsiya xəstəliyi deyil. Bunları diferensiyasiya eləmək üçün xəstəyə naşatır spirti ilətmək və yaxud da ki, onun hansısa bir ağrı qıcığı vermək əzəllərinə. Bu zaman xəstələr ayılırlar, gözlərini açırlar. Və bu zaman xəstələrdə göz bəbəklərinin işığa qarşı reaksiyasını yoxlasaq, görərək ki, reaksiya verir. Yəni, bu həqiqi epilepsiya xəstəliyi deyil. Belə xəstələr bir növ özləri də, yəni bunu dərk edirlər. Özləri də, yəni istəməzlər ki, bu hal baş versin, amma bir növ bunu sevirlər. Yəni, ətrafdakıların diqqətini özlərinə cəlb etmək üçün. Sonra, adətən bu kimlərdə olur, ailə münaqişəsi, yəni işdə problemi olan insanlarda. Yəni, onlara belə deyək, o qarşı tərəfdəki kimlə ki, biraz ədavəti var, onların qabağında xüsusilə bunu edirlər ki, yəni onlar bir balaca da olsun, əziyyət çəksinlər, əzab çəksinlər. Xüsusilə də gənc ailələrdə və yaxud da ki, ailəsində hansısa bir qısqanclıq zəminində problem olan insanlarda qadınlar adətən bunu etməyi sevirlər. Və yaxud da ki, gənclərdə hansısa bir çətin vəziyyətə düşəndə, lap gənc oğlanları nəzərdə tuturam, yəni kişi xeylaqlarını. Yəni, çətinliyə düşdükdə bu hərəkətləri etməyi sevirlər. Düzdür, bunu sırf o isterik tip xüsusiyyəti olan insanlar edirlər. Digər isterik tip xüsusiyyətlərə nəyi saymaq istərdim? Misal üçün, isterik mutizm. Mutizm nə deməkdir? Lallıq deməkdir. Xəstələrdə bir həftə, 2 həftə, hətta 1 aya qədər yəni lallıq müşahidə olunur. Xəstə danışa bilmir. Müxtəlif həkimlər gəzilir, müxtəlif yəni dini ocaqlara gedilir və s. və s. Yəni xəstələrin dilini aça bilmirlər. Amma əslində burada bir-iki preparat kifayətdir ki, sinir sistemini sakitləşdirən preparat ki, yəni onların dili açılsın. Misal üçün, isterik koruluq 2 saatdan 1 həftəyə, 2 həftə, hətta 3 həftəyə qədər, 1 aya qədər yəni bu koruluq çəkə bilər. Xəstə heç nə görmür və yaxud da isterik karlıq, eşidə bilmir. Yəni tamamilə heç nə? Tamamilə eşitmir. Amma əslində sinir sistemində orqanik bir zədələnmə yoxdur. Və isterik, belə deyək də, hərəki pozunluqlar. Xəstənin bir əli işləmir və yaxud da bir tərəfli əli ayağı işləmir və yaxud da hissiyat pozunluğu. Əli işləyir, hiss eləmir bir tərəfini. Misal üçün, iynə batırırsan, yanğı qıcığı verirsən, yandırırsan, görürsən bu adam əlini tərpədmir, hiss eləmir. Yəni, burada da baş beyni yoxlanılır, kompüter tomoqramla, MRT müayinəsi baxılır ki, yəni heç bir patoloji dəyişiklik yoxdur. Sadəcə olaraq müəyyən preparatlar var. Onlar verildikdən sonra bu əlamətlər hamısı geri çəkilib gedir. İsterik nevrozlar və fobik nevrozlardan danışmaq istərdim. Fobik nevrozlardan, yəni bir hissəsindən mən sarışan halları danışanda qeyd elədim, uşaq nevrozlarını qeyd elədim. Yəni, əsas bunlarda sosial nevrozu demək istərdim. Yəni, hansı ki, hal-hazırda çox geniş yayılmışdır. Sosial nevrozu olan şəxslər, misal üçün, bir yaxud dediyim kimi, tələbələr dərs danışa bilmirlər, qorxu həyatdan keçirirlər, xüsusilə də biraz zəhimli olan müəllimlərin dərsində, yəni bu hallar daha tez-tez baş verir. Misal üçün, daimi öz işini yerinə yetirən bir insan, hansısa bir müəllim və yaxud hansısa digər bir yəni sənətin sahibi, artıq o qorxu ilə, həyəcanla əlaqədar olaraq digər insanların yanında ikinci, üçüncü bir adam olarsa öz işini yerinə yetirə bilmir. Misal üçün, səhnədə çıxıb, illərlə səhnədə çıxıb danışan adam o həddindən artıq qorxu həyəcan səviyyə nəticəsində çıxıb səhnədə danışa bilmir. Qorxu həyəcan onu götürür və onları həyəcanlandıran nədir? Əsas səbəb, onlar daim beyinlərində fırladırlar ki, mən çıxıb danışaram, birdən üzümdə qızartı olar, biraz həyəcanlanaram, səsim titriyər, yəni insanlar arasında müəyyən qədər, yəni biabır olaram. Belə fikirlər olur
Və bunları fikirləşdikcə də get-gedə xəstəliyi dərinləşdirirlər. Sonra fobik nevrozların ən əsas ciddi problem yaradan bir növünü deyim. Xəstələrdə ani olaraq vəziyyətləri pisləşir, onlara bir ölüm qorxusu gəlir. Elə bilirlər ki, bu dəqiqə öləcəklər. Rəngləri saralır, soyuq tər basır, bir balaca arterial təzyiq yüksələ bilər bu zaman və huşlarını itirə bilərlər. Bir növ isterik tutmalara bənzəyir bu. Amma əslində, yəni yoxladıqda, qan damar sistemini qiymətləndirdikdə görünür ki, burada elə bir patoloji dəyişiklik yoxdur. Haradasa 20-30 dəqiqə çəkir, ondan sonra xəstələr özlərinə gəlirlər. Yəni buna deyirlər, fobik nevrozun ən əsas bir hissəsidir. Panik atak adlandırılır bu. Belə və nevrozun digər bir formaları var ki, fobik nevrozun. Misal üçün, xəstəliklərdən qorxmaq. Xəstələrə elə gəlir ki, onlar hansısa bir pis xəstəliyə tutulublar. Bütün həkimləri gəzirlər. Misal üçün, boğazlarında elə gəlir ki, onlara şiş var. Yəni, endokrinoloqlara müraciət edirlər, burun, qulaq, boğaz həkimlərinə müraciət. Hamısı onları inkar etsə belə, nevroloqlarda da müalicə alırlar. Onlara bir diaqnoz qoyulur, izah olunur, amma ona baxmayaraq, yəni onlar yenə də fikirlərinə tuturlar ki, yox, bizdə hansısa xərçəng xəstəliyi və yaxud da digər hansısa bir pis xəstəliklər var. Belə. Diaqnostikası hansı müayinəsi var? Diaqnostikası demək, əsasən belə xəstələrdə kliniki əlamətlərə görə, xəstələrin şikayətinə görə biz onu qoyuruq və şübhəli hallarda, bayaq dediyim kimi isterik nevrozlarda və digər orqanik patologiya ilə şübhə yaradan hallarda biz müəyyən laborator və instrumental müayinələrdən, bayaq dediyim kimi kompüter tomoqramma, baş beynin maqnit rezonans tomoqramma müayinəsi, elektroensefalografiya müayinəsindən istifadə edə bilərik. Belə. Müalicəsindən də qısa olaraq. Müalicəsi adətən bunlarda birinci növbədə insanların özündən asılıdır. Yəni bu xasiyyətlərini, xüsusiyyətlərini qırağa qoymalılar və həkimlərə yardım eləməlidirlər. İkinci növbədə də 1-2 dərman preparatından və yaxud da maksimum 3 dərman preparatından, sakitləşdirici preparatlardan istifadə etməklə onlara kömək edə bilərik. Bir də indi çox dəvədir sakitləşdiriciləri, yəni həkimə müraciət eləmədən evdə qəbul etmək. Buna məsləhət görürsünüz? Məsləhət deyil, çünki saydım axı nevrozların bir çox növləri var və bu növlərinə uyğun da spesifik müalicə təyin edirik. Yəni mütləq spesifik müalicə. Yəni burada çox dərmana ehtiyac yoxdur. 1-2 preparat yazırıq, sinir sistemi sakitləşir, ondan sonra da xəstələr əvvəlki... Yəni bu əlamətlər varsa mütləq həkimə müraciət mütləq həkimə müraciət olunmalıdır və xüsusilə nevroloqa müraciət olunmalıdır. Terapevtlərdə filan, yəni müalicə nəticə vermir və xəstələr də onların yaxınları da çox böyük əziyyət çəkirlər. Bir də sonda bir neçə dəqiqəmiz qalıb. İstəyirəm irsi sinir əzələ xəstəlikləri haqqında da məlumat verək. Demək, irsi sinir əzələ xəstəlikləri, yəni adından da göründüyü kimi genetik ötürülən, irsiyyətlə ötürülən xəstəliklərdir. Yəni vaxtımız çox az olduğu üçün mən istərdim biraz qısa məlumat verim. İrsi sinir əzələ xəstəliklərinə miodistrofiyalar, yəni sırf əzələ xəstəlikləri, demək, amiotrofiyalar. Amiotrofiyalar nədir? Onurğa beynin, spinal amiotrofiyalar, onurğa beynin ön buynuzlarında, yəni motor hüceyrələrdə gedən patoloji proseslər və nevral amiotrofiyalar sırf periferik sinirlərdir, yəni onurğa beynindən artıq kənarda, ondan çıxmış sinirlərin patologiyası nəzərdə tutulur. Və bir də miopatiyalar. İstərdim miodistrofiyalardan danışım. Distrofiya sözünün mənası, yəni toxumanın dağılması və digər birləşdirici toxuma ilə əvəz olunması deməkdir. Yəni bunların ən çox geniş yayılmış forması Düşen-Becker xəstəliyi haqqında danışardım. Yəni bu xəstəlik necə başlayır? Adətən 3-5 yaşlarında bu xəstəlik başlayır. Xəstəlik uşaqlarda zəiflik, əzələ zəifliyi. Misal üçün qaçarkən, pilləkan çıxarkən valideynlər görürlər ki, bunlarda artıq çətinlik çəkirlər. Demək, barmaqlarının ucunda gəzməyə başlayır uşaqlar. Yəni, tam normal inkişaf etmiş bir uşaqdır. Müəyyən yaşda görürlər ki, həm zəif hərəkət edir, tez yorulur və barmaqlarının ucunda gəzir. Get-gedə bu əlamətlər dərinləşərək uşaqlarda oturan zaman qalxmanın çətinləşməsi kimi özünü biruzə verir. Yəni, pilləkan sindromu deyirlər. Uşaq bir neçə dayaq istinad hərəkətindən sonra yerdən qalxa bilir. Demək, bundan əlavə uşaqlarda, demək, ayaqlarda, baldır əzəllərində böyümələr baş verir. Böyümələr baş verir və demək, valideynlər elə bilirlər ki, əksinə, bu daha yaxşı alır. Xeyr, bu əzələ toxuması deyil. Və həkimə müraciət eləmək lazımdır. Həkimə müraciət eləmək lazımdır və onu da deyim ki, bizdə Modern Hospital klinikasında elektroneyromiyoqrafiya müayinəsi fəaliyyət göstərir ki, bu irsi sinir əzələ xəstəliklərinin və digər irsi olmayan sinir əzələ xəstəliklərinin diaqnostikası və müalicəsində böyük diaqnostik əhəmiyyətə malikdir. Təşəkkür olsun ki, vaxtımız bitdiyi üçün və çox sağ olun, təşəkkür edirik. Sağ olun, buyurun. Əziz tamaşaçılar, mövzumuz bugün nevrozlar və nevrotik hallar haqqındaydı. Qonağımız isə Modern Hospital klinikasının nevropatoloqu Elçin Piriyev idi. Mən sizinlə sabah sağlıqla da yenidən görüşmək ümidi ilə ayrılıram. Sağ olun, sağlıqla qalın.